Salam qızlar, sabahınız xeyir. Burada südlü kaşa pişireceğim. Südün üzü də yapışdı bunun üstüne. Bu az qalır, 1-2 dəqiqədə qaynasın. Bunu götürəcəm. Uşaqlar hələ hamısı yatıblar, bugün bazar günü. Bu ağdaş düysüdür. Dedim almışam qonşudan ağ rəngdə. Bax ondan da. Bir dəfə aş pişirdim, aşın uşaqlar yaxşı yemədilər. Mən sizə deyim, ağla qırmızının dadı fərqlidir. Düzdür, həlimiz adı eynidir, qəşəng həlimlidir, amma qırmızı daha dadlıdır. Onun aşın uşaqlar çox qəşəng yeyir, amma bunun aşın bir dəfə yedilər təzə pişəndə, sabaha qalanda belə elə bil ki, düyü əzilmək yerinə qurudu, bir qəribə oldu. Sonra həyətdə tökdüm, quşlar yedilər. Burada pişsin. Bunu da dəmləmişəm qəşəng. Burada da buzxanadaydı bu çörək. Bunu çıxartdım, bura qoydum. Buzu açılsın. Əslində təzə çörəkdir, amma istəyirəm yumurta çörək eləmək. Yumurta ilə qızardacağım yəni onu. Yəni bunu götürüm, gedim. Suyumu içmişəm. Artıq bu da soyuyub, görürsünüz. Qıraqları nətər olur. Çünki bayaqdan süzüb qoymuşam. Evdə bankalar zat var. Onu apardım. Balkona yığdım. Xeyli qab yumuşam. Mən qabları axşam yudum, yatdım. Bir dənə qab zat, heç nə saxlamamışam, bir dənə stəkan belə. Sonra Nərgiz dedi ki, mən acımışam. Dünən çox başım ağrıyırdı, dəhşətli dərəcədə. Videonun axırlarına doğru biraz söhbət eləyərik. Başım dəhşətli dərəcədə ağrıyırdı. Dünən bütün gün xəstəxanada olmuşuq. Ona görə də yemək zat heç eləməmişdim. Saat hardasa 3 idi, biz gəldik. Nə var idi evdə, dedim ki, onu qızdırın yiyin, yemək zat pişirmədim. Amma yatmadım da, başımın ağrısı keçmədi. Axır vaxtlar dəhşət baş ağrısı yaşayıram, üstünüzə sağlıq, keçməyən bir baş ağrısıdır. Nəysə belə, Nərgiz dedi, acmışam, Ataş dedi, acmışam. Birinci, nəsə elə bir yağış səs gəlir. Gecə yağıb, yağış. Hər yer yaşdı. Belə tam yağmayıb da. Orada görürsünüz, bənövşəmin qabın. Böyük bənövşəm artıq yoxdur. Qırıq-qırıq olub qabı. Qırıldı o. Bu da yenə şirələnib. Yaxşı halda deyir. Nəysə, Ataş dedi, acımışam. Bundan ona keçirəm. Fikrim bax, belə yayınıqdır. Deyirsiniz ki, Söl, niyə video çəkmirsən? Çünki qız çəkə bilmirəm. Valla çəkə bilmirəm. Bugün noyabrın 30-udur. İnşallah bunu başlatdım ki, sabah dekabrın 1-dən işimin başına qaydım. İnşallah ki, bitirərəm. Nə demək istəyirəm? Ataş dedi, acımışam, gətirdim onlara makaron süzdüm, yedilər, sadə makaron. Sonra Nərgiz dedi ki, gəldi. O da dedi, acımışam, təbii olaraq uşaqlar acıb. Həmişə pişirən, düşürən ana bir həftədə ölüb, yoxdur. Düz neçə gündür pişirəm yemək, amma dünən heç nə eləmədim də, heç nə. Gətirdim Nərgizə 2-3 dənə kartoşka qızartdım. Dedim ki, məndən heç nə istəməyin. O da başımı tuta-tuta qızartmışam. O da deyir ki, ana, eləmə, özüm eləyəcəm. Dedim, yox. Ona da vicdanım əl vermiş ki, uşaq yorğun-arğın gəlib bir də özünə nəsə hazırlasın. Nəysə, kartoşka qızartdım, onu da elə yola verdim. Sonra Ataş durub, gecə saat 2-də durub, 3-də durub, 5-də durub, bilmirəm. Bütün kuxniya bombanı salıb. Kartoşka qaynadıb, nə bilim, neyniyib, nə hazırlayıb, bilmirəm. 4 dənə, 5 dənə qazan buluyub, hər yeri bərbat günə qoyub. Kuxniya girdim, səhər cillət keçirdim. Onsuz da belə özümdə deyirəm. Sizə nəyi göstərəcəm? Bu gülümü mən sizə demişdim ki, bir 15 gün üstündə gül qalır. İndi səhər altından 1-2 dənə tökülənlərin yığdım. Bu hətta mən deyərdim 15 gündən də çox qalır gül üstündə. Nəyə görə? Çünki elə 15 gündən çox olar artıq açıb. Dəqiqliyi ilə baxa bilərəm. Instagramda paylaşmışdım bir dənə saçanda. Bu da bunun kök rəngidir. Kofini də bura qoyum. Bu bunun kök rəngidir. Amma bundan ağdan elə bil qırılmışdı. Mən bunun dibinə bastırmışam. Bu da burada bitib, bu da qönçəlib. Bu kök rəngi keçən də az açdı. İndi də az açır. Amma bu ağ maşallama qəşəkdir. Belə. Güllərim çox-çox baxımsızdılar. Çox. Həvəsdən düşmüşəm. Biraz söylüyor, nə oldu sənə? Birazdan dediyim kimi söhbət eləyəcəm. Gedim kaşanzanın altını söndürüm. Kofemi içim. Yudğum qabı qaşığı yerinə yığım. Uşaqlar yavaş-yavaş durarlar.
Bu hazırdır. Bunun altını söndürdüm. Belə biz süddaş deyirik, bilmirəm, südlü sıyıq deyən var, hərə bir cür deyir də. Biz süddaş deyirik. Bunun nəyə fikir vermişəm? Biz belə qatı xoşlayırıq. Düyünü birinci azacıq su tökürəm, qaynadıram, sonra südünü əlavə edirəm. Süd də buzxanada idi, elə buzlu buz da atdım üstünə. Bunun indi qapağını örtsəm, bu belə duru olacaq. Amma qapağını açıq qoysam, çox qəşəng qatı olur. Belə lap da qatı yox, bax bu qatılıq bizə bəs eləyir də, bunu xoşlayırıq biz. Bir də çox adam şirin xoşlayır. Mən bir çimdik duz atıram, bir çimdik də pesok atıram. Nə çox şirin olmur, nə duzlu olmur. Belə. O qabların hamısını mən indi yumuşam. İndi deyəndə biraz olar da səhər. Süd bunun içindəydi buzxanada. Bu mənə lazımdır. Buna görə boşaltmışam. Bankalarda bunu yığdım, apardım. Koydum balkona. Bunu da qaldıraq qoyaq yerinə. Evdə biraz əzgil var idi. Əslində pişirmək üçün deyil idi, yemək üçün idi. Bilməm, görünür ki, uy, daha dağıtdım. Görürsünüz, ağlım başımda yoxdur. Dağıtdım bunu da. Bunu da axşam biraz qaynatdım. Əslində heç turşu eləmək fikrim yox idi. Heç belə əzgil turşusunu sevmirəm də qətiyyən. Mən xoşduram onu jilka mişoqa doldurub, suyunu süzüb, sonra qaynadırsınız. Nar şəraf kimi olur. Bax, onu xoşduram. Amma dedim, hayıfdır, qalıb xarab olacaq. Qoy bunu belə pişirim. Ona görə elədim, elələrdə pişirdim. Nə deyəcəkdim? Amma heç xoşum gəlmədi də. Belə pişirib aş üzəndən keçirdəndə belə dürt olur. O mənə xoş gəlmir. Çörəyin də donu açılıbsa, bunu da doğrayaq. Nəsə açılmıyor. Biraz bu hissəsi buzludur. Bu da açılsın. Doğrayın qızardım, uşaqlar doğrusu. Yağı qoydum istilənməyə. Qabda elədim yumurtanı. Deyim, biraz çox olsun. 6 dənə vurmuşam. Görərəm, az olar. Yenə qıraram yumurta. Duz. Biraz gözə yarım. Bir də qırmızı toz istiot vuracam. Axır vaxtlar qara istiot qətiyyən sevmirəm yeməklərdən. Amma əvvəl yeməklərdə qara istiot xoşlayırdım. Belə səfir yeməyə qırmızı istiot xoşlayırdım. Demək ki, zamanla insan ağız dadda dəyişə bilirmiş. Bunu xodun alaq. Gətirdim, ağ paltarları qoşdum. Nərgiz Parnoya dünən getmişdi. Oradan gətirib hamam dəsmalızadı. Belə paltarların onu evdə də bir-iki dənə dəsmal vardı, onları atdım. Sonra rəngləri qoşacağım. Yaxşı açalım. Mən həmişə çayını qısadı buradan götürürəm, belə qızartma nəsə eləyəndə. Amma indi götürməyəcəm, çünki soyuyacaq uşaqlar duranda isti olsun çay. Batsa da yuyaram, heç olmaz. Çörəklər də belə dilim doğramışam. Əllərim əsir, baxın. Əllərim əsir, ayaqlarım əsir. Bir... Nə deyim? Pendirimiz yoxdur, şorla yiyəcəklər uşaqlar. Amma pendir olsaydı lap yaxşı, pendirlə daha çox xoşlayırlar. Yoxdur pendirimiz. Yerləşdirə mi? Təmiz bir kadırsan.
həmişə kimsə deyirdi ki, başım ağrıyır. Yəni, onu yaşamayan bilmir də. Başa düşürdüm, baş ağrıyır da, yəni canı ağrıyır. Amma bu dərəcədə, bu şiddətli baş ağrısı məndə təkdə tükdə olub, 100-də 1 dəfə olub. Allah heç kimə yaşatmasın. Təsəvvür edin, durub balalarıma yemək pişirə bilmirəm. O nə deməkdir? Nəysə, çox şükür, min şükür hər anımıza, hər dəqiqəmizə. İndi yaxşıyam mı? Əlbəttə ki, yaxşıyam. Ona görə də səhər tezdən mən durmuşam. Balalarıma həm kaşa pişirdim, həm yumurta çörək eləyirəm. Qab gətirəm. Yığın içsinə. Bu arada kanalımın adını dəyişmişəm. Profil şəklini dəyişmişəm. Xeyirli olsun deyən qızlarımız sağ olun, var olun. Üzürü sayın. Bu qədər ara verdiyimə görə. Amma inanın, yəni o hələ təsəvvürün üstündən nə qədər zaman keçib mən beliyəmsə, siz yəqin ki, məni başa düşərsiniz ki, video çəkməməyimdə, sizə çox sağ ol deməməyimdə, İnşallah ki, məni başa düşərsiniz. Videonu dayandırmışdım, getdim uşaqları durğuzdum. Tüy çörəyin hamısını eləməyəcəm. Onun yarısını, elə bir yarısını doğramışım da. Yarısını saxlayacağım, o təzə çörəkdir. Orada var, boyat çörək var, dünənin çörəyi. Onu da doğramışım. Qalan yumurtanı da onu qızardacağım. Yarım təzə çörək qalsın. Xalçanı pilisos eləyəcəm, sonra aparıb həyətdə bir dəfə də çırpacam, sonra gətirib atacam paltaryan maşına. Bu namnazi idi da belə xalça deyir. Ona görə də paltaryan maşında yuyulur. Birinci pilisos eləyim, üstü zirzibildi. Ondan sonra inşallah atarıq yuyulmağa. Kömür keç, bu da imkan vermiş ki, yatağı zadı yığmışam. Orada bəzi əşyalar vardı, onları çıxartdım. Ondan sonra bunu qaldırandan sonra pilisos eləyib tozları alıb polunu silib çıxacam inşallah. Buranın polun zadını da sildim. Şüşənin açılan tərəfini də sildim. Burada elə bir işimiz yoxdur da. Qapını örtüb çıxırıq. Gəldim zala. Niyə? Çünki Ataş öz yerində yatır. Nərgiz öz yerində yatır. Bu gülə təzdə mən dərman vurdum. Onları Anjela ilə yoldaşı durdu. Yemək satı yedilər, elədilər. Amma Nərgiz bazar günü çox gec durur. Ataş da normalda da elə gec duran uşaqdır. Əgər evdədirsə gec durur. İndi keçdim bura. Buranı təmizləyim. Onda törka, metrə zat. Burada dər dəsmal zat sərdim. Xalça yuyulur. O da çıxsın. Ondan sonra onu belə bu stolları qoyub üstünə asacam. Axşama qədər quruyacaq. Sintetikadır. Tez quruyur. İndi keçim qonaq otağını eləyim. Sonra Nərgiz xanım durandan sonra oranı eləyərəm. Bir də Ataşın otağını eləyərəm. Qonaq otağını eləyəndən sonra keçim kuxnya, koridor, hamam, tualet. Elə onlar uzun bir vaxt aparır. Mən orayı təmizləyənə qədər. Elə istəyirəm bir həyətə düşəm belə. O başdan təmizləyə bu başa qədər gəlim.
Amma hələ çox güc yoxdur sol bacınızda. Amma ürəyimdən keçən odur. Onu bir belə həll eləmək istəyirəm. İnşallah bəlkə bir gün sağlıq olsun, eləyərik. Belə işlər qızlar. Keçək işimizi görək. Günəş də çıxmaq istəyir, çıxmır. Əllərim inanırsınız elə bilmirəm, üşümürəm ha əslində, amma əllərim buz kimidir. Dırnağım da bu arada. Elə də uzanmayıb hə bu dəfə. Belədir. Neyse, gedək işimizi görək. Bu yeni ayağımı batırdın gəldin. Hə? Bezdimi bugün bunun ayağını təmizləməkdən. İkinci kofeni hazırlayıram. Çünki bitdim. Tükəndim. Allah hamının ürəyinə rahatçılıq versin. Mən də içində. Neyse, otaqları təmizlədim. Ayaq yolunu təmizlədim. Kuxnya, koridor zaten hər yer təmizdir. Bir dənə qalıb hamam. Bunu içim, sonra gedim oranı təmizləyim. İşlərimi yekunlaşdırım, sonra axşama görüm nə pişirəcəm. Qiymət çıxartmışam. Görüm axşama nəsə pişirim. Buralar tərtəmizdir, qəşəng. Ataş saçın qırxdırmağa getmişdi. Gəldi. Ha deyirəm ki, videonu sonra başladaram. Görəm ki, yox olmur, çimir, kombi işləyir. Mənim də balalarım, üçündə də bu xasiyyət var. Hamama girdilərsə 1 saat çıxmırlar. Ona görə dedim ki, olmaz, başla işvi gücü gör, axşam olub. Bugün heç belə nə yemək, nəinki bugünü, neçə gün eləyəm, amma pişirməliyim. Yazıq uşaqlar ac qalmayacaq ki. Dünəni yola verdim. Belə qiymən qəşəng don açılmışdı. Soğanı soyum. Kartoşkamız yoxdur. Elə bir dənə soğan vuracam. Bir də duz vurub istiot vuracam. Elə kotlet hazırım. Bir də yanına bilmirəm. Baxım, bəlkə ya xırda vermiş eləyərəm, ya da makaron dünən boş-boşuna süzdüm, verdim də ağ makaron ki, yiyin. Bəlkə yanına makaron süzərəm, kotletlə yeyərlər. Baxaq. Orada da balaca qazanda su qoydum. Belə bütöv makaron süzməyəcəm, qalacaq. Yarım makaron süzərəm. Bugün axşama uşaqlar yesinlər. İnşallah sabaha da başqa yemək pişirəm. Amma kotleti çox eləyəcəm. Nəyə görə? Artıq qalsa qoyaram buzxanaya. Belə qərara gəldim ki, sizinlə söhbət eləyəm. Belə danışım. Həm də yeməyimi pişirim. Özümü bilirəm, oturub danışsam, başlayacağım ağlamağa. Çoxdan da indi yox. İndi deyəsiniz ki, nevrozsan, nəsən, hər nə deyirsiniz deyin. Axı ki, özümü əsəblərim yerində deyir. Hər kəsən belə deyim, yaşadığın özü bilir. Nə yaşadığın özü bilir. İnşallah. Aycan. Dünyada nə olub Ataş? Ataş söz verdi, videonu dayanmadım. Hər dəfə deyirəm sağlamlığımla bağlı, yəni öz həyatımla bağlı, başa düşdünüz necə? Amma heç kimin xahiş edirəm, heç kimin haqqına girməyin. Bu, mən olmaya da bilərəm, başqası da ola bilər. Heç kimin haqqına girməyin. Kim nə yaşayır, yəni deyirəm, hərə özüm bilir, hərə öz evinin için bilir. Qarın süfrədə öldür, hər yerdə hər şeyi danışasan. Bəzən qınamaq çox-çox asandır. Məndə də olur. Kimsə qınayaram. Amma 5 dəqiqə sonra deyirəm ki, olmaz, özünə gəl. Heç kimi qınama. Heç kimin həyatını bilmirik ki, o nələr yaşayıb ki, o yerə gəlib çıxıb. Ona görə də xahiş edirəm. Ön yargılı olmuyorum. Bunu bəzi izləyicilərim məni bilirəm ki, abi mən inşallah ki, heç kimin qəlbini qırmaram. Heç kimin qəlbin qırmaq da fikrim yoxdur. Bunu dönə-dönə demişəm ki, bilə istəyə kiminsə qəlbini qırmaram. Amma heç birimiz dörd-dörtlük insan görürük. Hamımızda səhv də olur, düz də olur. Instagramdan məsəl üçün yazan qızlarımız var, WhatsAppdan yazanlar, YouTube'u da demirəm. Hamınız yazırsınız, sağ olun, Allah razı olsun sizdən, dönə-dönə. Amma dediyim kimi ön yargılı olmuyor. Mənə yazıb deyən qızlar o vaxt Ataş əməliyyat olanda belə deyirdilər. Yenə gəldin, yenə getdin, sənə bir daha inanmayacaq.
Elə sözlərlə mənim qəlbimi qırırsınız, valla. Mən yaşadığımı bilirəm, nə yaşayıram, nə keçirdirəm. İstəmirəm sizin qabağınızda ağlaya-ağlaya video çəkəm. Belə, mən istəyirəm, bu sosial şəbəkə elə bir yerdir ki, həmişə biz pozitiv olmaq məcburiyyətindəyik, amma o mənim həyatımda yoxdursa, mən sizin qabağınızda rol oynaya bilmərəm. Mən əkizlər bürcəm, mən ağladığım yerdə gülə bilərəm, güldüyüm yerdə ağlaya bilərəm. Bu başqa bir şeydir. Amma həyatım alt üst olubsa, mən gülə-gülə nətər video açıb danışa bilərəm, nətər eləyə bilərəm. O mümkünsüzdür. 4 gün bacımgildə qaldım. Əcəmdə olan bacımgildə. İnanın, o meçiddən çox istəyərdim ki, o meçiddən gələn əzan səsini, yadınızdadır, əvvəl gələndə qutab zat pişirmişdim köhnə kanalında. Siz üçün də çəkmişdim. O meçidin gözəlliyi, ondan sonra əzan səsinin gözəlliyi çox istəyərdim sizlər üçün çəkəm. Amma dediyim kimi, nə əsəblərim yerində dörüydü, nə halım üstümdə dörüydü. Hələ üstündən günlər keçib, amma mən yenə də toparlanmış deyirəm. Daha gördüm ki, yox, məni qınayanlar çoxdur. Sənə bir də inanmayacaq. Sən yenə belə elədin, yenə getdin. Həyatda hamımızın enişli yoxuşlu yolları olur. Amma heç kimi qınamayın. Xahiş edirəm sizdən. Mən bilə istəyə hər dəfə deyirəm, Allah qismət eləyərsə sabah görüşərik. Bugün də sağollaşanda o söz deyəcəm, bəlkə heç qismət olmayacaq sabah gəlmək. Amma onu istəyə bilə, ay keyfim belə istədi, video çəkməyim. Elə bir şey yoxdur. Siz bilirsiniz ki, mən dəfələrlə demişəm ki, YouTube-u iş kimi görürəm ki, birincisi ilk öncə sizləri sevdiyimə görə, ikincisi də işdən çıxmışam iş kimi gördüyümə görə, yəni iş yerim olduğuna görə, mən YouTube-dan inanın, işləsəydim də, işə getsəydim də, bax dedim, əlavə işə gedəcəm, heç o işə də getmirəm. 10 gündə o işə də getmirəm. Allahımız and olsun. Dərs ki, sonra iş kimi baxırsansa, bəs işə nətər gedir? Getmirəm işə də. İndi özünüz təxmin eləyin mənim vəziyyətmə. Belə aylıq işə də getsəydim, gedə bilməyəcəkdim. Nəysə, belə. Təki can sağlığı olsun. Allah ömür verərsə, Allah qismət eləyərsə, hər gün qarşınıza gəlməyə çalışaram. Sizlər mənə çox belə ruhən çox yaxşı gəlirsiniz. Hələ sevindim ki, axırıncı videom elə o oldu ki, dedim, sizlərə 30 saniyəlik səs də ata biləcəm. İnanın, həmin gün eşdəndə o qədər sevinmişdim. Bax, indi danışıram, kürəyim, elə bir ki, iki kürəyimin arası deşilir. Bilmirəm, sinirdir, bilmirəm, nədirsə deşilir. Özümü heç yaxşı hiss eləmirəm. Deyəs ki, get həkimə. Birinci onu deyim, sonra o birisinə keçeyim. Çox qızlarımız WhatsApp zaten heç nəyə cavab vermirəm də. Yəni WhatsApp da, Instagram da heç bir yandan heç kimə cavab vermirəm, verə bilmirəm, telefonu götürə bilmirəm. Təsəvvür edin, Vüsalə ilə hər gün danışan olmaz, danışa bilmirəm. Vüsalə məni başa düşür. Yəni o mənim bacı qədər mənə əzizdir, o bilir, məni başa düşür ki, danışa bilmirəm. Nəysə, nə demək istəyirəm? İnşallah hər şey daha yaxşı olacaq. Allahın köməliyi ilə. Kanalımın adını dəyişdim, profil şəklini dəyişdim. Xeyirli uğurlu olsun deyən qızlarımız, sağ olun, var olun. İnşallah sayənizdə biraz da böyüyər. Ona sözümü gətirmək istəyirəm. Getdi yenə, yadımdan çıxdı. Bəzi qızlarımız yazırdılar, mən canlı əsasən də açanda yazırdılar ki, nədən olacaq? Bu, yəni, gizləmək mənasında sizdən gizləməmişəm. Allaha şükür, ailə quranın uşağı da olacaq, oğlu da olacaq, qızı da olacaq. Yəni, bunu gizləmək məqsədim yoxdur sizdən. Bunu statusumda paylaşmışdım WhatsApp'da. Mənim bəzi izləyicilərim onu görmüşdülər. Sonra gördüm ki, sabahsı günü yəni YouTube'da da bu söhbət gedir.
Artıq bilmirəm hansıdır, yalan deyə bilmərəm, kimisə günahına girmək istəmirəm. Amma gördüm ki, demək ki, mən statusda nəsə paylaşanda, akkauntlarım bilmədiyimə görə YouTube-da, ona görə heç kimin haqqına girmək istəmirəm. Gördüm ki, artıq YouTube-da da söz-söhbət gedir. Yenə də deyirəm, bunu mən sizdən gizləmək məqsədi ilə yox, sadəcə olaraq Anjlan yoldaş deyir ki, xala istəmirəm hələ ki deyəsən. Mən onun fikrinə hörmətlə yanaşdım. Uşaq onlarındır, ailə, o ikisi ailə qurublar, nə deyirlərsə, mən də onların fikrinə hörmətlə yanaşırım. Yəni, bu Allahdan gizlin olmayan şeyləri bəndədən niyə gizləyir? Sadəcə olaraq istəmədim, mən də demədim sizə. Görürdünüz, canlıda yazırdılar, soruşurdular, mən yəni ki, oxuyuram, gözüm görür, amma cavab vermirəm. Çünki dediyim kimi verə bilmirəm. İxtiyar məndə olsa, əlbəttə ki, həmin dəqiqə deyərəm. Gizləmək məqsədim yoxdur. İnşallah mən olacağım xeyrisinə. Dünən həkim bizi biraz qorxuzdu. Dünən biz xəstəxanadaydıq. Biz nələr yaşadıq, nələr keçirdik, Allah bilir. Dünən çox bərbad idim. Çox, hədsiz dərəcədə. Anjlan yoldaşdır, xala, el olma. Təki əl-ayağı salanı, bütün ana olmaq istəyənlər, ana olmağa namizət olan qızlarımız. Nə bilim, bəlkə aranızda var gəlini hamile olan, bəlkə aranızda var qızı hamile olan, bəlkə də aranızda var uşaq arzusunda olan. Allah hamıya xeyirli pay versin. Əli, ayağı, ağlı başında düzgün evlat versin. Amin Allah. Ən əsası odur. Fərq yoxdur, oğlan olacaq, qız olacaq. Heç bir fərq yoxdur. Allah deyirəm, ürəyimizi bilir. Bir də canlıda yazırdılar ki, yəqin ki, oğlandır, gizlədirsiniz. Yenə deyirəm, fərq yoxdur. Oğlandır, qızdır, əl-ayağı düzgün olsun. O bizə dünyalara dəyər. Ama elə bir fikrimiz yoxdur ki, oğlandır gizləyək, qızdır gizləyək. Dünən yox, sırağa gün biz getdik, bədişimizin alışverişini elədik. Siz üçün çəkmişəm, qəşəng video çəkmişəm. Necə aldıq, hardan aldıq, onların hamısını çəkmişəm siz üçün. İnşallah sağ-salamet, dediyim kimi, bütün balalar bu dünyaya sağ-salamet gəlsin, vətənə, millətə, ailəsinə xeyirli evlatlar olsunlar. İnşallah sizinlə onu da bölüşərəm, paylaşaram. Amma bilmirəm, yəni o videonu çəkəndə, çünki etiketləri zaten kəsdim, hazırladım ki, yuyacam o paltarları. Ona görə çəkdim, amma bundan da pis idim. Təsəvvür edin. Anjlan yoldaşdır, xalan, sənə belə olmaq yaraşmır, həmişə gülüb danışmısan. Hələ ki, yəni, nətər deyim, o alışverişə gələndə belə lap insan sevinə gedir də. Bir dəfə mənə yazmışlar ki, bunun nəvəsi olsa, qudrar. İnşallah, Allah böyüklərimizdən çox üzr istəyirəm. Allah bizə onu qismət eləsin, biz quduraq. İnşallah, təki elə quduraq. Başqa cür qudurmayaq, başqa cür yolumuzu azıb təzməyək, inşallah. Belə, görək nə olanda insan nə qudurulmuş. Nə bilim, o hansı başla yazmışdı, hansı düşüncə ilə yazmışdı, bilmirəm. Axır ki, yazılmışdı, elə bir yorum var idi mənə. O söz var, ağacı qurd içindən yeyir. Onda mən, yəni, tanımaya, bilməyən bir insanlar onu yazmaz. Kim yazıb, özü bilir. Allah onun ürəyinə görə versin. Əgər nəvəsi varsa, demək ki, o da qudurub. Nəvəsi yoxdursa, Allah ona da nəvə qismət eləsin. O da qudursun. Mən quduran kimi o da qudursun. İlk eşidəndə mən birinci xəyalı qurdum ki, nəvəm qız olacaq, otuzduracam bura, nənəsi ilə bir yerdə. İnanın onu düşündüm. Bax, Allahımıza and olsun. İlk onu xəyal elədim ki, nənəsi ilə bir yerdə icazə verməsələr də özü görsənsin, pomuşka əlləri nənəsi ilə düşər videolarda, unlu əlləri. Elə xəyal eləmişdim. Biraz həkimiz dediyim kimi dünən qorxuzdu. İnşallah siz bu videonu izləyəndən sonra biz təkrar
həkimə gedəcək. Anjela bugün getdilər evlərinə. Getdilər paltarın zadını götürüb gəlmək üçün. Sağ-salamat gəlsinlər inşallah. Beşin zadını göndərdim. Sonra çox şeyin demək olar ki göndərdim. Amma paltarıdır, kalyaskasıdır. Bunların hamısını saxlamışam. Çünki burada olacaq inşallah. Təki canları sağ olsun. Kalyaska 1-2 gün bizə lazım olacaq. Sonra Allah qoysa yenə gedəndə götürüb apararlar. O məqsədlə saxlamışam. Bir kalyaskanın içliyi qalıb. Bir də Trendyoldan vurmuşuq. Müslüm bezlər zadlar. Ondan sonra Müslüm bezdən olan adyalları 2 dənəsini ilə Trendyoldan vurdu. Onlar qalıb. Sonra hamam xalatıdır. Bizdə, bilmirəm, sizdə necədir? Bizdə birinci uşağın hər bir şeyin ana eləyir, qız anası eləyir. Amma sizdə bilmirəm, da adət necədir? Bizdə məsəl üçün Anjelanın hər bir şeyin mamam rəhmətli eləmişdi. Allah ölənlərinizə rəhmət eləsin. Yenə qab bulsun gəlir. Mən də mamamın yolunu gedirəm. İnşallah Allah mənə də ağıllı, xeyirli, nəvə qismət eləsin. Amin inşallah. Aldıqların hamısını can sağlığı ilə geyinsin. O videonu inşallah qaçırtmazsınız. Tez zamanda gəlməyəcək, amma gələndə Allah qoysa qaçırtmaz. Bəlkə yeni mama olacaqlara bir fikir olar. Mən özüm 10 ildir daya işləyirəm deyə, mən təxmini bilirəm uşaqlara nə almaq lazımdır. 0-3 ayına qədər almışıq. Bilirəm də nə çox lazım olur, nə az lazım olur. El almışam. İnşallah sağlıq olsun, yenə ehtiyac olduqca alınır. Tək dediyim kimi sağ-salamat gəlsin, əl-ayağı düzgün gəlsin. Hər iki balam da sağ-salamat inşallah xeyrisi ilə aramıza qayıtsınlar. Bunu pişireyim, makaronu koyum qaynamağa, gedim tez hamamı təmizleyim. Yenə hamam qalıb, o da taş girdi deyə qaldı. Burada da bir-iki dənə qablar yumuşam, onu da yeri yurd eləyim. Əslində bazar günü iş görməyi heç sevmirəm. Manjacıl sabah gələcək deyə dedim, evdə adam çox olanda belə dərin təmizlik eləmək olmur. Dedim, yavaş-yavaş dərindən təmizleyeyim. Həm də sabah istəyirəm, ya sabah, ya birisi gün baxaram da. Hələ vaxtda var, amma istəyirəm qəşəng gedim belə parça seçim. Pastel, 2 dəst uşağa pastel tikdirim. Döşəyi zadı qəşəng, ortopedik döşəkdir. Hər şeyin çox qəşəng almışıq. Tam sağlığına inşallah yatsın içində balam. Yumurta vurmadım deyə elə bir kotletlər dağılır. Həm də bir dənə kartoşka olanda qəşəng qalır. İndi elə bir ki, təkcə ət, soğandır deyə belə bir tərini oldu. Amma böyük soğan vurdum da dedim, heç olmasa yumuşaq olsun. Bunlar çörək sevmirlər. Ona görə çörək vurmuram. Deyərsiniz manna vurum. Manna bir dəfə vurmuşdum, heç xoşumuza gəlmədi. Bu da qaynayır artıq. Az qalır. Yaxdan ben tuzunu atam. Fikirləşirdim ki, evləri təmizləyim. Sonra oturub sizinlə əkləşərəm. Sonra dedim ki, yox olmaz. Sən oturan kimi başlayırsan ağlamağa. Ən salamatı heç oturub eləmə. Belə videonu danış, bitir. Niyə oturursunuz? Oturub ağlamaq istəyirsən. Siz mənim üzümü gördünüz, görərsiniz, mənim üzüm gözüm necə şişdi. Ağlamaqdan. Yine çok pis oldum xəstəxanada. Dəhşət. Düzdür,
İndi bəzi qızlarımız deyəcək ki, söyle Allah verir, Allah özü də qorusun. Amin Allah, amin. Ən birinci duam odur. Həmişə deyirəm ki, qurban olduğum Allah verir. Qurban olduğum Allah özü də qorusun. Biz kimi ki, biz ancaq dua edə bilərik. Allahın möcüzələri bitməz. İnşallah hər şey yaxşı olacaq. Buna inanırıq. Elə. Çaynikə biraz o klardan vurdum. Səhər yumuşdum, sonra yumurta çörək qızartdım. Məcbur götürmədim, çünki çay soyuyacaqdı. Ona görə təzədən yağ sıçramışdı. Dedim, bunu da yüzümü qaldırım, boşdur. Əslində mənə çaynik lazımdır. Çox şey lazımdır. Amma ala bilmiyorum. Neyim? Peki can sağlığı olsun. Alarım inşallah. Belə qırığı yox, sınığı yox. Yəni işlədirəm ya. Amma böyüklüyünə görə istəmirəm. Ki bu çox böyükdür. Biraz balaca istəyirəm. Bu il nəyə fikir vermişəm? İnşallah gələn il sağlıq olsun. Yaşasan, həyatda olsan. İnşallah. 3 kiloluq, 2 kiloluq balonlara turşu eləməyi fikirləşirəm. Niyə? Çünki bu il görürəm, balaca banka, məsəl üçün pomidor. Təzəlicə başlayıb Nərgizdə, Taşda pomidor yeməyə. Görürəm ki, balacanı açırıq, bir dəqiqəyə yeyilir, yuyulur da. Ona görə də 2 kiloluq eləməyə fikirləşirəm. Çox qəşəng çaynikdə. Anam rəhmətə gedəndə almışdıq. Məndə Şamaxda var, bunun güllüsü. Güllü çaynik. Bundan deyil, bizdə o laklı qazan çaynikdə da qazan nə idi? Bu belə nikkel deyirlər, nə deyirlər ondan. Amma o da bu boydadır. O da bir məclisdə zatda əlimdən tutur. Bunu da hüzür vaxtı almışdıq ki, böyük olsun. Onda bilmirəm, çaynik desən top çaynik işlədirdim. Bunu da makaron pişəndən sonra qoyaq, qaynasın. Mən bu kəpənək makaronu çox xoşlayıram. Kəpənək formasında olanı. Yeməyi yox, belə görüntü olaraq xoşlayıram. Kotletin də tavasını yumadım. Makaron üstü kotletin tavasına tökəcəm ki, onun yağı, ətin yağı oradadır. Yağ çox tökməmişdim, elə ətin öz yağı çıxdı, ət yağlı ət idi. Ateş başını qırxdırmağa gedəndə zibilimiz daxıda sağ olsun. Makaronu da süzdüm, tökdüm dediyim kimi kotletin yağın içine. Bu da kotletlərimiz. Uşaqlara nuş olsun. Ataşqa deyir ki, acmışam. Yazıq uşaq. Dünən axşam da makaron yeyib, bugün də. Da neyini? Bir tərin anasını idarə eləsin. Gətirin verim, Ataş yesin. Yenə gəldim öz köşəmə. İlk öncə onu deyim ki, yorum yazan hər kəsə çox sağ olun bildirirəm. Allah razı olsun. Allah o gözəl ürəyinizə görə versin. Bilirəm, yazıb təbrik eləyəsiniz. Allah istəyən hər kəsə qismət eləsin. Allah hər kəsə bu gözəl sevinci yaşatsın. Hər kəs ana olmağa layiqdir. Bizim Azərbaycan qadınları buna layiqdirlər.
Amma bəzən olur ki, yəni uşaq dünyaya gətirməklə ana olunmur. Həqiqətən də bu elədir. Çox görmüşəm, çox görmüşəm. Ona görə də o uşağı belə nətər deyim, dəyər verib, göz bəbəyiniz kimi qoruyasınızsa, Allah sizə o evladı versin. İnşallah sizlər də yaşayın o hissi. Dünyaya gətirib onun bunun üstünə atmayın. Dünyaya gətirib çölə atmayın. Dünyaya gətirib onları baxımsız, ən azından valideyn sevgisinə həsrət qoymayın. Mənə bəzən deyirlər, bəzən yox, hətta bir dəfə bir xanım yazmışdı ki, sən çox təhlükəlisən, evladlarına görə hər şey eləyə bilərsən. Mən gülə-gülə yazdım ki, hər şey deyib nəyi nəzərdə tutursan. Bilmirəm, o yorumu oxuyan olmuşdu, heç bizdə oxuyan olmamışdı. Dedim, düzdür, hər şey eləyərəm, amma baxır, yəni evladlarıma nə eləsələr, mən nə eləyərəm. Mən həmişə demişəm, yenə də deyirəm, mən sakit bir insan deyirəm. Heç vaxt sakit olmamışam. Baxır kimə qarşı, nəyə qarşı. Mənə dəyməsinlər, illərlə heç kiminlə işim olmaz. Dəymərəm, dolaşmaram, nəinki illərlə, ömrümün sonuna qədər. Amma mənə bir dəfə, 2 dəfə, 3 dəfə, 4-cüdə Soylu bacınız cillət keçirdə bilir. Həqiqətən keçirdə bilirəm. Səbirliyəm, çox səbirliyəm. Çox hamını yola verən insanam. Amma o damarım tutdusa, içimdəki o birisi olmaz çıxdısa, istəyir ki, dünya birləşə, da qarşımda heç kim dura bilməz. O bacımızın sözünə qüvvət, balalarıma görə hər bir şeydə eləyərəm. Amma baxır kimə qarşı, nəyə qarşı. Siz də balalarınızı sevin. Onlar bizdən, yəni bizi seçib gəlməyiblər bu həyata. Biz istəmişik, onlar dünyaya gətirmişiksə, biz ölənə qədər də biz valideynlər onları qorumaq bizim haqqımızdır. Allah bizim ağlımızı əlimizdən almasın ki, balalarımızı çölə bayır ataq. Yəni normal ata-ana bunu eləmirlər. Bunu yəni istəmərəm heç bir evlad dünyaya gəlsin, detdoma getsin və yaxud da nə bilim çölə atılsın. Bir həftə bundan qabaq, 10 gün bundan qabaq dedilər, bir qadın uşağın dənizə atıb, yeni doğulmuş uşağı. Belə şeyləri eşidəndə mən çox pis oluram. Deyəndə ki, hər kəs ata-ana olsun, orada biraz belə tərəddüd eləyirəm. Layiq olan hər kəsə Allah evladı qismət eləsin. Sizlər də çox sağ olun, var olun. Məni unutmadığınıza görə, mənə dəstək olduğunuza görə, təbrik elədiyinizə görə, Allah o gözəl ürəyinizə görə versin. Hər şey yaxşı ki varsınız. Yaxşı mənim gözəl ailəm olmusunuz. Hamınızı çoxlu öpürəm. Nə yaxşı ki varımsınız. Allah sizləri həmişə var eləsin. Bunu unutmayın. 10 ildə keçsə, 5 gündə keçsə, bir gün həyatda olmasam da, bunu bilin ki, mən sizi sevirəm. Çox sevirəm. Yaxşı ki varsınız. Hamınızı öpürəm. Çoxlu.